Salam dəyərli müdavimlər. Deməli bu il MİQ imtahana düşən sual tiplərindən biri bax bu formada hamını çaşdıran, hamı üçün qeyri-müəyyən qalan bax belə bir klaster tipli sual idi. Hansı ki, əslində çox asandır. Məsələn, sualın gedişatına baxaq. Görürsüz orada 1 və 3 bəndləri boş, 2 bəndində isə fikir qeyd olunub. Əsaslı və əsassız fikirləri bir-birindən ayıra bilir. Təfəkkür bölməsinə həsr olunan sualdır. Əsaslı əsassızı bir-birindən ayıra bilirsə, demək ki, şəxs tənqidi təfəkkür sahibidir. Tənqidi təfəkkür sahibidirsə, variantlar da bizə tənqidi təfəkkürü verməlidir. Ona görə də bu tip suallarda variantlara fikir verəcəyiniz ən vacib məqam nədir? Cavab tənqidi təfəkkür olur. Baxın, A, B, C variantlarından biri cavab tənqidi təfəkkür olur. Aşağıda göstərilən fikirlərdə tənqidi təfəkkürlərdən birini oradan seçmək lazımdır. Məsələn, ardıcıl düşünmə tələb edir, məntiqi təfəkkürdür. Səbəb-nəticə əlaqələri qura bilir, məntiqi təfəkkür tələb edir. Əşyaya qeyri-standart yanaşır, bu yaradıcı təfəkkür tələb edir. F variantında isə sübutu olmayanda mühakiməsini kənara qoyur. Deməli, biz bu tip suallarda bizə cavab olaraq nə olmalıdır? Tənqidi təfəkkür və ona aid fikir. Ona görə cavab olacaq 1B, 3F və yaxud da ki, ola bilər ki, 3 ilə 1-in yeri fərqli ola bilər. Siz o zaman variantlara fikir verəcəksiniz ki, hansı variantlar tam dolğun olaraq sizə sırf tənqidi təfəkkürlə bağlı cavabları verir. Deməli, burada bu tipli klasterdə çaşmaq lazım deyil. Bu tip klasterdə bizim fikir verəcəyimiz yuxarıda səsləndirilən fikrin hansı təfəkkürə aid olmağıdır. Tapdıq, okey, bu tənqidi təfəkkürdür. Variantlar da bizə tənqidi təfəkkürü verməli. Deməli, variantlarda məsələn ola bilərdi ki, 3B olardı, 1F ola bilərdi və yaxud da 1B, 3F ola bilər. O variantları hamısını kənarda işarələyin. Ümumiyyətlə, bu tip testlərdə göz bəzən insanı alladır. Ona görə vərəqin bir kənarında bunları yazıb, daha sonra variant axtarsaz, heç bir cavabda heç bir səhvlik olmayacaq. İstədim bunu da sizlə bölüşüm. Deməli, bu il MİQ imtahana düşən klaster tipli suallardan biri idi. Ümumiyyətlə, bu il MİQ imtahana klaster, doğru-yanlış cədvəlləri, taksonomiya ilə bağlı üçlü formada həm bilik fəaliyyət, həm taksonomiya, həm təfəkkür tipli suallar düşmüşdü və nəzəriyyələrlə bağlı daha çox sualı biz bu il MİQ imtahanında gördük. Növbəti videoda doğru-yanlış cədvəli haqqında məlumat verəcəm.